Her çay bir yoldur, her yol bir insan hekayəsi. Öz başlanğıcından mənzilinə doğru tələsən, keçdiyi hər daşın yaddaşına bir hekayə həkk edən əbədi bir yol. Araz çayının sahilində, uçsuz bucaqsız bir yerdə bir yaradıcı insan kimi nəyi düşünürsünüz? Zamanın çay kimi axıb getməyinmi? Burada gəzəndə, tək gəzəndə xüsusən elə bil ki, o zamanın içinə adam qarışır. O harmoniyanın içinə adam girir. Yəni o düşüncələr burada öz-özünə axıb gəlir. Təbii düşüncələr, zorlama düşüncələr yox. Yəni bir var ki, mən qəsdən düşünürəm ki, bu filan, amma elə deyil. Burada sərbəstdir. Burada axıb gəlir düşüncələr. Çünki tənhasan, təbiətin içindəsən, bu gözəlliyin içindəsən. Yəni burada hər şey insanın könlünə oxşayır. Bu adamların hamısına aid olan şey deyil. Bu nə bilim, elə bir şeydir ki, gərək içində bu təbiətə qarşı bir həssaslıq ola, duyum ola. Bəli. Təbiət o qədər insanı təmizləyir, paklaşdırır. Yəni beləsin heç yerdə tapa bilməzsən. Yəni mənim üçün zaman burada keçir. Burada keçmir zaman, daha doğrusu. Burada zaman dayanır. Dayanır. Araz, xan araz, dibində min qan araz. Qardaş qardaşdan ayrı evimi yıxan araz. Bunun tarixi min illərdir beləçinə. Araz olub bir həsrət ünvanı, bir dərd ünvanı. Araz qovuşmağın da, ayrılığın da rəmzidir. Siz Arazla baş-başa olarkən insanlardan ayrılıb özünüz də baş-başa qalırsınız, özünüzü tapırsınız, özünüzə qovuşursunuz. Bu bir ruhi ehtiyacdır, yoxsa cəmiyyətdən qaçmaqdır? Əslində onun ikisi də var. Birinci ruhi ehtiyacdır, çünki uşaqlıqdan mən bu Arazın sahilinə gəlirəm. Əgər mən uşaq vaxtı məsələn ruhi cəmiyyətdən qaçmaq bir anlayışı yox idi. Amma mən gəlirdim, çünki daxilimdə bir şey hiss edirdim ki, yox, mən tək qalmaq istəyirəm də. Yəni, belə bir şeyə ehtiyacım var. Ona görə də yəni gəlirdim Arazın sahilinə. Təbiətin qoynunda bir yaradıcı şəxs kimi insan öz rolunu anlayır, yoxsa unudur? İnsan öz rolunu unutmaz məncə. O bilir hara gəlib, nə eləyir. Amma bəzən unutmalıdır da. Yəni elədir ki, unutmasan olmaz. Burada o düşüncələrə dalmaqdan ötürü özü unutmasan olmaz. Yəni unudasan. Onsuz da sən bu gözəlliyi, o axını, bu təbiəti görəndə özü unutmalısan. Əgər səni o təbiət cəlb eləmirsə, bu ətraf səni cəlb eləmirsə, onda səndə nəsə bir şey çatmır. Mən belə başa düşürəm. Doğru. Yolunuz hayanadır. Mən nikbən adamım, açığın deyim. Mən quyunun dibində olanda belə həmişə düşünmüşəm ki, buradan bir çıxmaq imkanı olmalıdır. Məsələn, ayaq izlərini axtarmışam ki, görüm harda ayaq izi var. İnsanlar bu quyudan nətər çıxıblar, bu düşdükləri çətinliklərdən. Mütləq izlər tapılır. Çünki bəşəriyyətin tarixi çox qədimdir. Həmin izləri tapmaq olur ki, bu çətinlikdən insan necə çıxa bilər? Məni də bir daş apardı, həllac daşlanan yerdən. Mən sən oldum, eşqin başlayan yerdən. Gün tutuldu, ay açıldı, göz tutuldu, əl açıldı, hər güllədən gül açıldı, köksümə
tuşlanan yerdən. Körpü keçdim sirat kimi, yanımdan keçdim yat kimi, ruhum quşlanan yerdə. Göy üzünə bir baş vurum, nə uluyum, nə qışqırım, qoyun gedim yuva qurum, ruhum xoşlayan yerdə. Həqiqətən bu tərəflər insanın ruhunun xoşladığı bir əsl bir yolçu üçün, bir zamanın fövqündə dayanan bir yaradıcı insan üçün gözəl bir məkandır, gözəl bir yerdir. Cavanlıq şeiri var, qəzəli var. Bəli. Deyir, cavanlıq köç edib gedər, qoyma əldən zaman keçsin. İnanma bir daha buradan qəribi karivan keçsin. İtən gəldik sorağı ilə qocalar yer süründükcə büküldü bel. Bu mümkünmü? Ömür daim cavan keçsin. Canı can verib alsaydın, bilərdin qədrini şəksiz. Oğru nə bilər mal qədrin, ələ yaxşı, yaman keçsin. Nizami varsa eşqin coş, nəvayi ərğunun ilə. Əlində saqinin gəlsin, şərabi ərvağan keçsin. Biz sizi bir yolçu kimi kəşf etdik. Əslində bir dərviş simasında, bir dərviş ab-ı havasında gördük. Usta kimi, şair kimi, yazıcı kimi, yoxsa bir yolçu kimi müraciət edək. Usta kimi olsa yaxşıdır çünki. Və sizin o kitabınız adı mənə həm də çox maraqlı gəldi. Ölmüş adamın kitabı. Ölmüş adam kimdir o kitabda? Ölmüş adam mənəm. O mənada ki, kitab mən öldüyüm günü adın doğrulacaq. Ölmüş adamın kitabı olacaq. Yəni bunun şək şübhəsi yoxdur. Amma o ölmüş adamın başqa mənaları da var. Məsələn, o mənalardan biri budur ki, mən həyatımın hər üzün yazdım. Yəni çirkinliyimi də, gözəlliyimi də, nə bilim, bütün hər şeyimi yazmışam mən orada. O mənada mən ardımcan öləndən sonra danışılası, ya yaxşımı, pismi, hər nə danışılacaqsa, artıq ölmüş adam onu eşitməz. Bu mənada ölmüş adamın kitabıdır ki, yəni kim nə deyirsə desin, mən bu idim, mən bu həyatı yaşadım, ona görə də belə yazdım. O yanlışlarımla, nə bilim, doğrularımla, hər şeyimlə, günahlarımla, savablarımla, hamısı ilə buradayam. Mən bu idim, mən belə yaşadım. Ədəbiyyatımızda sənəm müraciəti var, sənəm sözü. Biz adətən bu sənəm sözünü bir gözələ, bir xanıma müraciətlə deyildiyini anlayırıq, deyildiyini başa düşürük. Amma Aşıq Ələsgərdə belə bir deyim var. Bu aləmdə 3 hərfə aşiqəm. Biri nundur, biri sindir, biri nundur, biri mim. Biz bunları s-nı, m-nı qoyub ərəb hərəkələrini yerinə atsaq sənəm oxunur. Sevgili oxunur. Sevgili oxunur, sənəm. Və maraqlıdır. Sufilərdə belə bir rəvayətə rast gəldiyim ki, deməli, mürid öz mürşidinin qapısını döyər və içərdən kimdir cavabına sənəm deyərsə, artıq o kamillik məqamına yetişmişdir və onu o cür qəbul edərdilər. Və bu Nəsimidə də sonra yəni özünü inkar edib Allahı tapbağı sənəm deməyi mövzuları var. Siz hansı varlığa mı sənəm deyə müraciət etmişsiniz? Çox şaxəli sualdır və cavab verməyim də bu işə asan deyil. Yəni mən 2 kəlmə ilə bu suala cavab verəcəm məsələsi deyil. Yağış yağır Arazlı sahili. Ona görə mən elə hesab edirəm ki, bu sualımızın cavabı növbəti söhbətlərimizə qalsın müəllim. İndi bu dəqiqə həm yağışdır, həm də mən qısaca o suala cavab verə bilmərəm. Mənim sənəmim. Çünki
Əslində böyük bir bəli, məsələdir. sual böyükdür. Sual böyükdür. Sual böyükdür. Qalsın onu inşallah növbəti görüşlərimizdən birində İnşallah. yolunuz düşər inşallah. Yenə qonağımız olarsınız bu Araz İnşallah. sahilində. Bu gün xoş oldu həqiqətən də. Biz bunun üçün sizə öz dərin təşəkkürümüzü bildiririk ki, bu gün məhz bir yolun yolçusu siz oldunuz. Sizlə yoldaşlıq etdik. Sizlə bu yolda bir iz saldıq. Bugünkü bir yolumuzun yoldaşı, yolçusu, Arazla dərdləşən, bu uçsuz bucaqsız çölün çöl adamı, söz adamı, usta Marif idi. Çox sağ olun Marif müəllim. Təşəkkür edirəm. Təşəkkür edirik. Sağ olun, var olun. Mən minnətdaram sizə. Yəni belə Allah amanın olun. Sağ olun. Çox sağ olun, var olun. Mən indiyə qədər ilk istək bu belə də reportaj üçün istəyə hə dedim. Birinci dəfədir bu. Yəni bilirsiniz də indi azdan çoxdan bu söz adamların dəvət edirlər. Bu çox olub mənim üçün bu dəvətlər. Amma bu sizin dəvətinizi qəbul elədim. Bir neçə səbəb oldu qəbul eləməyimdə. Birinci bölgə məsələsidir. Sonra sizin profilinizə baxdım. Maraqlı gəldi. Sizin bir söz adamı olduğunuzu hiss elədim. Bu mənim üçün bir xoş bir elə bir xəbər oldu ki, bu olar. Yəni o plus oldu da. Sonra özümün də açığını deyim ki, son vaxtlar fikirləşirəm ki, mən haçanacam bu yığıb saxlayacam bunları. Bu oxuduğumu. İndi hər nədirsə də indi hər nədir. Amma bir təcrübədir, bir həyat təcrübəsidir. Mən bunu kimlərlənsə bölüşməliyəm də. Bu mənada həm sizin o mənim marağıma cavab vermə xüsusiyyətləriniz, həm də mənim özümün istəyim. Buna deyirlər rezonans elmdə. Yəni dalğanın üstə düşməsi anı. Dalğa üstə düşdü, bu görüş oldu. Minnətdaram sizə, sağ olun. Bu da bir qismət idi, bu da bir həqiqətən bir ilahi bir və həqiqətən də Arazın pıçıltısı ilə sözün hikmətinin vəhdət etdiyi bir yerdə idik.